Deməli, indi baxacağıq ümumi əmək haqqının faizlə artımına. Deməli, burada ad soyadlar qeyd edilib, ümumi əmək haqqı qeyd olunub. Deməli, əmək haqqının neçə faiz artacaqsa onu qeyd etmişik burada və bu xanada isə, bu hissədə isə biz qeyd edəcəyik görək 2500 manat əmək haqqı alan şəxsin əmək haqqına 12% deməli artım hesablansın deyəndə bu ümumi yekunda neçə manat edir. Demək, hesablamaq üçün bərabər daxil etdik. Ümumi əmək haqqı yazılan xananın birini seçirik və vurmanı qeyd edirik. Deməli, vurmanı qeyd edirik Shift 8-də birlikdə. Daha sonra mötərizəmizi açırıq və gəlirik, yazırıq 1 plus və daha sonra neçə faiz artım olacaqsa həmin xananı seçirik və mötərizəmizi bağlayırıq. Daha sonra isə Enter bu şəkildə hesablandı və burada isə 2 dəfə klik etdikdən sonra bütün xanalar üzrə deməli hesablama icra edilmiş olur.